31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Bakıda möhtəşəm atəşfəşanlıq keçiriləcək. Bugün TV Axşamazı esnadən xəbər verir ki, sabah saat 00:00-da baş tutacaq atəşfəşanlıq Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda olacaq. Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park paytaxtın digər parkları və mərkəzi küçələri bayram sayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb. Amaliya Söhbət qızı, Bugün TV.